Hər iki komanda qarşısına qoyduğu məqsədlərə, nəticələrə bu oyun öncəsi çatmışdı, təmin eləmişdi. Hər iki komanda təbrik edirəm və hər iki komanda Avrokuboklarda uğurlar arzulayıram. Çox yaxşı, maraqlı, prinsipial bir yarış keçdi aramızda. Bugün Araz Naxçıvan da ikinci ola bilərdi, biz üçüncü ola bilərdik. Hər iki komanda bugün düşünürəm ki, sezonu eyni səviyyədə keçirdi. Sadəcə olaraq bəzi oyunlarda bizdə nəticələr daha uğurlu alındı deyə biz rəqibimizi üstələdik. Biz ikinci bitirdik çempionatı. Hər iki komanda Avrokuboklarda və digər komandalarımıza Avrokuboklarda uğurlar arzulayıram. Maraqlı oyun keçdi, baxmayaraq ki, oyunun nəticəsi bir şey həll etmirdi, amma hər iki komanda meydanda hərəkətli idi, istəkli idi. Biz də çalışırdıq ki, əksəriyyətin oyuncularından oynayaq ki, istirahət daha erkən başlamasın bizim üçün ki, futbolçular formalarını çox itirməsinlər. Futbolçularıma təşəkkür etmək istəyirəm ki, baxmayaraq ki, nəticə təmin olunub, amma olduqdan sonra da 3 oyun intizamlı oyunu nümayiş etdirdilər. Hardasa nəsə alınırdı, hardasa nəsə alınmırdı, amma ən vacib olan oydu ki, futbolçular istəkli idi, intizamlı idi. Sezonun bitməsi münasibətilə bütün futbol cəmiyyəmizi təbrik edirəm. Maraqlı və gərgin çempionat alındı. Azarkeşlərimizi, klub rəhbərimizi, futbolçularımızı ürəkdən təbrik edirəm və növbəti sezonda bütün komandalara uğurlar arzulayıram. Sual var. Çox sağ olun. Oyun bitdikdən sonra. Oradakı oyun bitdikdən sonra bəli. Bəli. Xeyr. Çox sağ olun. Bəli. Orxan mənim futbolu sevən bir insandır. Təsəvvürləyin, orada oyun bitdikdən sonra bura gəldi. Oyunun sonluğunu izlədi. Futbolçulara sezonda çıxış elədiklərinə görə, göstərdikləri performansa görə təşəkkür bildirdi. Və indi dərhalda Rumıniya-Fransa oyununa getdi. Çünki ikisindən biri bir gün sonra bizim rəqibimiz oldu 8-də 1-də. Və klub prezidentimizin bu qədər futbolu sevməsi təbii olaraq bizi sevindirir və bu enerji komandaya da keçir. Sağ olun. Buyurun. Araz Naxçıvanla hər iki klub oyunda Müzəffər Qulzarı futbolçuyuz. Araz Naxçıvanla klub oyundakı məğlubiyyətləri bugünkü oyuna daha çox motivasiyalı çıxmasına səbəb var idi. Yəni səbəb elədi. Xeyr, bir dənə səbəb var idi ki, futbolçularla danışmışdıq. Son 3 oyunu düzdür, Sabahın oyunda bir istirahət verdi futbolçularımıza, amma məhz Sabahla və Arazla oyunlara danışdıq ki, Avropa oyunlarına, Avrokubok oyunlarına bir hazırlıq kimi baxaq. İstər meydançalar yaxşı idi, istər rəqiblər yaxşı idi. Əsas oyunda futbolçuların istəkli olmasının səbəbi məhz Avrokubok hazırlığı idi və bəzi detallar var idi ki, hansıları ki, bu iki oyunda biz ondan istifadə edirdik. Halbuki çempionatda bu qədər ondan istifadə eləmirdik, amma bu iki oyunda eləyirdik. Çünki Avrokuboklarda düşünürəm o elementə çox ehtiyacımız olacaq.